doğru yola hidayət etsin. Ramazan ayında aclıq var, susuzluq var. Bu aclıq və susuzluğun bir mənası var. Yəni Allah Taala bizi ac və susuz saxlamaqda məqsəd nədir? Məqsədlər burada nədir? Birincisi budur ki, insan öz nəfsini islah eləsin. İnsan öz nəfsini islah eləsin. Yəni nəfsi çəkən işləri ona qadağan etməklə öz nəfsini ram eləsin. Nəfsini tabe eləsin. Ondan başqa Ramazan ayının aclığı və susuzluğu bizə xatırladır o insanlar ki, yeməkdən, yemək tapmaqdan çətinlik çəkirlər. Ehtiyaclı insanları bizə xatırladır. Ya susuz insanları bizə xatırladır. Yəni bütövlükdə Ramazan ayı əgər desək ki, İslam həmrəyliyidir, müsəlmanların həmrəyliyidir, səhv etmərik. Və o cümlədən Ramazan ayının aclığı və susuzluğu Peyğəmbərimiz buyurur ki, vəskuru bicuikum və ateşikum, aclıqla, susuzluqla xatırlayın. Neyi xatırlayın? Cu'ə yevməl qiyaməti və ateşuhu. Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın.